Demək, Temudan bir-iki dənə elektronik əşya zakaz eləmişdim. İstədim sizlə bölüşüm. Demək, bu it qovandı. Yüksək frekans verir, bu aşağı frekans verir. Yoxladım. Bəzi itlər reaksiya verir, qaçır, uzaqlaşır. Bəzilərinə ümumiyyətlə reaksiya vermir bəzi itlərdə. Hətta keçən də bir hadisə oldu ki, bunu əksinə bastım, it elə yazıq sakit dayanmışdı. Prosta yoxlamaq üçün dedim ki, görüm təsir dairəsi. Cibimdə bastım, heç çölə tutmadım. İt birdən-bir aqressivləşdi, başladı cumdu üstümə. Əksinə sakit iti yazıq üstümə cumdurdu. Qəribə, bilmirəm hansı şeyə görə işləyir, amma yəni effekt verir. Əksər itlərdə effekt verdi. Daja üzünə tutmadım. Elə cibimdə prosta yan keçirdim, cibimdə bastım. Gördüm ki, itlər qaçmağa başladı, uzaqlaşmağa başladı. Yaxşıdır. Bu ilan qovandı. Bunu yoxlamamışam açığı. Belə bir səs verir. Günəş şeyinə işləyir, səs verir. Mütəmadi deyəsən bir neçə dəqiqədən bir belə bir dalğa buraxır. Bu belə. Bunu da yoxlayacağam. İnşallah görüm effektiv olsa. İlanları qaçırtsa həqiqətən bunu paylaşacağam. İkisi bir yerdə endirimdə idi. Bir qutuda 2 dənə. Aldım. Bir də belə bir şey var. Bu da quşları qovmaq üçündür. Yəni, bunu da günəş enerjisi iləndir. Demək, bu da nəsə səs buraxır, frekans. Prosta hələ ki, zaradkası yoxdur, yəqin ki, bayaq qoşmaq istədim. Alınmadı. Bu neçə dəqiqədən birsə nəsə belə frekansı. Deyəbə belə bir şey. Səs buraxır bir neçə dəqiqədən bir. Quşları qovmaq üçün. Vay, 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 vay. Bu lap adam bitər eləyər ki. Bu adamın öz müzikasını xarab eləyər. Ağaca qoyursunuz quşları qaçırtmaq üçün. Bağlara yaxşı olur. Həyət evində adamın baş beynini aparar bəlkə də. Bilmirəm nə dərəcədə səs oradan gələr, amma belə bir şey bura. Bağlar üçün yaxşıdır, amma quşları, meyvələri yeməsin deyə yaxşıdır. Çox ucuz idi, təxmini yadımda deyil. Bilmirəm, bunlar deyəsən cütü 14 manat idi, neçə idi. Bu da 17 manat idi. Bu da artısa 10 manata falan düşdü. Səhv eləmirəmsə. Dəqiq qiymətləri yadımda deyil, amma endirimdə idi. Yəni, inşallah ki, effektiv olacaq bu da. Nə ilan qovanı bilmirəm. Belə maraqlı şeylər var, alıb yoxlamaq lazımdır. Alıb yoxlayıb